bəy, təbrik edirəm qələbə münasibətilə. Neftçidə baş məşqçi yenidən qayıtdıqdan sonra bu mövsüm demək olar ki, ilk ən yaxşı oyununuzu elə Sabah ilə qarşı oynamışdınız. Hər şey çox yüksək səviyyədə idi və demək olar ki, düz ara zaman yenə Neftçi pis oynamırdı, amma bu gün də Sabah ilə qarşı yaxşı futbol nümayiş elətdiniz. Bəs digər komandalara qarşı da, bəlkə artıq bunu dəfələrdən vermişik, amma bir dəfə də vermək istəyirəm. Digər komandalara qarşı da eynən Sabah ilə qarşı necə oynuyorsunuz? Bu cür oyun oynamaq üçün nə çatmadı mövsüm ərzində sizə? Sabah digər klublardan çoxmu zəif idi ki, istədiklərinizin hər şeyi demək olar ki, alınırdı meydanda? Həm birinci oyun, həm indiki oyun tam fərqlidir digər rəqiblərlə. Yəni birinci oyunda bizim gəlişimiz əhval-ruhiyyə, motivasiya futbolçularda, çoxdan oynamayan futbolçular özlərini göstərmək, bu təbii halda hər bir klubda baş verən prosesdir. İndi də biraz həddindən artıq çox rahatçılıq və rahatçılığın fonunda da çox şeyin alınmağı bu iki dənə oyunun səbəbləri ola bilər. Amma digər oyunlarda mən deməzdim, elə oyunlar var idi ki, doğrudan da bundan qat-qat daha yaxşı oyunlar göstərmişdik. Hansı oyunlarsa birinci hissədə, hansı oyunlarsa ümumiyyətlə bir 60-70 dəqiqə, hansı oyunlarsa tam olaraq. Məsələn, keçən oyun Tovuz oyununda yaxşı, yəni yadıma son oyunlarda yadıma gələn oyunlar. Nə çatmırdı, həmən şeylər çatmırdı ki, biz bu günləri istədiyimizdən xeyli uzaq qaldıq. Bunlar bizi düşünməyə, bunlar bizi analiz eləməyə məcbur eləyir və inşallah bu çatışmamazlıqların üzərində işləyib fikirləşirəm ki, yeni sezondan daha başqa, daha fərqli bir komanda məcbur olmalıyıq, yəni olacaq da inşallah. Yəni bu günləri nə çatmırdı deyəndə gərək bütün oyunları təzdən xatırlayayım, bütün oyunları analiz edeyim, amma məncə bunun artıq geçdi. Artıq geçdi. İlkin Sultanlı qələbə münasibətdə təbrik edirəm. Salam bəy, düşünmürsünüz ki, kubokun finalına vəssə qazanmağa görə çempionatdan Avrokuboklara getməyi qurban verdiniz mövsüm ərzində, yəni komandaya siz gələndən sonra? Bir dedi bu, bağışdı. Yəni ki, kubokdan getməyə görə çempionatı qurban verdiniz, Avrokuboklara getmək belə də şansımız bəlkə də qala bilərdi. Yox, biz qurban verdiniz deyəndə biz sırf, məsəl üçün, prioritet heç bir şey tutmamışdıq ki, nə kuboku, necə prioritetdə, yəni bölməmişdik, daha doğrusu bölməmişdik. Çünki biz anlayırıq ki, biz hansı klubdayıq. Biz anlayırıq ki, hər bir oyunun məsuliyyəti nə qədərdir və hər bir oyunun mən tərəfdən, futbolçuların tərəfindən veriləcək cavablar nədir. Yəni, bu günləri biz əlimizdə sırf kuboku tutub, bunlara hazırlaşırdıq çempionada, başqa motivasiyada, başqa əhval-ruhiyyədə çıxırdıq, başqa hazırlıq vəziyyətində çıxırdıq. Belə bir şeylər vallahi yox idi. Sadəcə həddindən artıq bu günləri oyunları biraz yadımıza salsaq itirdiyimiz hallar, şanssızlıqlar oldu. Amma son olaraq artıq kubok idi bir şans olaraq. Çünki ona həddin başqa cür hazırlaşdıq. Başqa cür deyəndə futbolçular da artıq onu çıxış yolu kimi görmüşdülər. Yəni, Sabahla əgər oyunu nəzərdə tutursunuzsa, həddindən artıq yaxşı da başladıq. Mamətləri qola çevirsəydik, bəlkə bugün finalda biz oynayardıq, əfsuslar olsun olmadıq. Və biz yenə də deyirəm, təkrarlayıram, heç bir nə çempionatı, nə kuboku ayrı seçkilik bunlarda eləmədi və bundan sonra da eləməyəcəyik. Əfsuslar olsun ki, nə orada, nə burada gətirmədi bizim kimi.